biz qınayırıq. Bəzən çıxırlar ekspertlər, politologlar qınayırlar ki, bəs Avropa niyə qərar qəbul edir, bizə qarşı sanksiyalarla hədələyir? Azərbaycanda demokratiyanın, seçkilərin olmadığını deyir. Necə axı Avropa? Yəni biz nəinki daxildə, biz dünyada artıq biabır olmuşuq. Avropa necə bizə sanksiya tətbiq etməsin? Avropa necə bizdə demokratiya var desin ki, parlamentin mətbəxindən çıxan, uzun müddət deputat olan Sabir Rüstəmxanlının özü belə deyir ki, bizdə Milli Məclisdə deputatlar kukladılar, deputatlar oyuncaqdılar. Bizim heç bir qanun təşəbbüsündən çıxış etmə hüququmuz yoxdur. Biz gedirik iclaslara, görürük artıq qanun qəbul olunub. Qanunları Nazirlər Kabinetindən gəlir. Nazirlərin lobbiçiliyi var. Nazirlərin böyük bir təsiri var deputatlara. Yəni bunu Milli Məclisin mətbəxindən çıxan deputat deyirsə, deputat bunu etiraf edirsə, daha dünya nə desin? Dünya desin ki, yox bizdə demokratiya var.